Aydındır ki, Rusiya bu əraziləri, Yəni onları əldə eləməsə buna razı olacaqmı Rusiya? Demək istədiyim o da əslində. 5 region məsələsi Rusiya üçün qırmızı xəttdir. Yəni bunu açıq-aşkar əvvəldən bildirir ki, minimum ya da maksimum regional uğrunda 3 ildir orada döyüş gedir. Yəni Rusiya tərəfindən də aydındır ki, kifayət qədər itkilər olub və həmin əraziləri artıq Rusiya, biz bilirik ki, orada referendumlar həyata keçirtdi və o ərazilər Rusiyaya bir növ daxil olundular və belə olan halda Rusiya o əraziləri güzəştə gedəcəyini düşünmürəm. Əksinə Rusiya tələb edir ki, davamlı sülhün təmin olunması üçün Ukrayna artıq cəbhədəki mövcud reallığı nə etməlidir, tanımalıdır. Yəni bu ərazilərin Rusiya ərazisi kimi tanımalıdır ki, bu da Ukrayna üçün bir qırmızı xəttdir. Çünki Ukraynanın ərazilərindən gedir söhbət və bu ərazilərin güzəştə gedilməsi, bu yəni kapitulyasiyadan da betər bir senaridir ki, Ukraynanın buna razılıq verəcəyi sözsüz ki, məqsədə uyğun deyildir. Və Putinin indiki istəkləri, şərtləri onu göstərir ki, bu qısa zamanda, ən qısa zamanda atəşkəs imzalamaqda maraqlı deyil. Sadəcə hərbi deməli cəbhədə daha çox üstünlük ələ keçirməyə və eyni zamanda da öz şərtləri altında hansısa bir atəşkəsin imzalanmasına çalışır ki, bunun üçün də müəyyən vaxt lazımdır. Atəşkəsi hal-hazırda daha çox istəyən tərəf görünən odur ki, Ukraynadır və eyni zamanda ABŞ-dır. Çünki ABŞ da qısa zamanda atəşkəsin imzalanmasına və hər iki ölkə ilə yeri gəlmişkən, yalnız Ukrayna ilə deyil, həm Rusiya, həm də Ukrayna ilə metallar və minerallarla bağlı sazişlər imzalamaq niyyətindədir. Yeri gəlmişkən ona görə daha çox tələsir, belə görünür Sultanlar Birləşmiş Ştatlar. Burada söhbət milyardlarla dollarlıq layihələrdən gedir. Sərvətdən gedir, yalnız Ukraynadan olan elə mineral örs sazişi 500 milyard dollarlıq bir məbləğdən ibarətdir. Digər tərəfdən də deməli Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ötən gün elə dünən bildirdi ki, ABŞ-Rusiya arasında deməli Rusiya ərazisindəki nadir metalların işlənməsi ilə bağlı danışıqlar davam edir və ABŞ tərəfindən bu layihələrdə iştirak etmək üçün şirkətlər öz marağını nümayiş etdiriblər və yaxın zamanda belə görünür ki, bununla bağlı da hansısa bir razılıq saziş imzalana bilər.